biraz komandadan incik düşdüm Kəpəzdən. Yoxsa mən belə deyim də, getmək də fikrim yoxdu, amma getdim. Onda da yenə Neftçi istəyirdi, Əhməd Ələsgərov, rəhmətli gələn vaxt idi. Bilməm, Çervina Zvezda ilə onun yadınızdadır yoxsa yox. Bax, həmin dövrdə. Onda da biz Kəpəzlə çempion olduq. Orada da xeyli miqdarda pulum, kontrakt pulu qaldı, vermədilər. Halbuki onda da 6-lıq oyunuydu, çempion olduq və demişlər ki, oğlum verəcəyik, amma vermədilər. Ondan sonra təklif elədilər təzə kontraktda, amma bunu bağlamadım. Mən Neftçiyə gələsidim, elə oldu Neftçidən alınmadı, axırda Şəmkirə getdim. Yəni təzədən Kəpəzə qayıtmadım, çünki adam belə deyək də, indi futbolçu olandan olar ki, indi hörmətə bağlıdır da. Mən belə həmişə fikirləşirəm, getdim Şəmkirdə oynadım. Amma pullar qalıb, indi komandaların adını deməyəcəm, bəzi komandalar indi yoxdur. Amma o söz verən adamlarla üzə gəlmisiniz ki, o söz verən, hansı ki o pulu onlar verməkdirlərsə, onlarla sonra üzə gəlmisiniz. Üzə gəldiyimiz var, vaxt olur. Bilirlər, elə adam var ki, məsələn, elə sponsor var idi, bəyək dedim də. Mən dedim, bəs mən dedim, çempion olun, bəs pulunu verəcəm. Yəni kontrakt pulunu da artıq biz şey eləməmişik də. Nə danışmışıq o? Deyib, yox, mən elə söz. Belə oyundan atanlar da olur, atan da olur.